Azərbaycanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayan Azərbaycan Milli Kitabxanası öz yeni simasını, yenilənmiş loqosunu ictimaiyyətə təqdim etdi. Müasir dövrün çağırışlarına cavab verən milli dəyərləri, eləcə də kitabxananın zəngin tarixini özündə ehtiva edən bu loqo həm də bilik və maarifçiliyin rəmzi mənasını daşıyır. Milli Kitabxananın loqosunda təbii ki, onun milli statusu, onun nəyə xidmət edir, əsas kitabdır, biz də kitaba xidmət edirik, biz də kitabın təbliğinə xidmət edirik və eyni zamanda bilirsiniz ki, müasir dövrün tələblərinə uyğun olaraq Milli Kitabxananın qarşısına müəyyən vəzifələr qoyulur, vəzifələr var. Onlar məsələn rəqəmsallaşmadır, kompüterləşmədir, avtomatlaşmadır və bütün bunlar hamısının məzmununu əhatə etmək üçün biz artıq 25 il bundan öncə bizim loqomuz düzəlmişdi. İndi biz yeni bir loqonun düzəldilməsini qərarına gəldik. Loqonda əsas yeri Azərbaycan Milli Kitabxanası milli statusu, milli mənliyimizi təqdim etməsi durur və bütün bunların hamısının məzmunu Milli Kitabxananın bugün həyata keçirdiyi, yerinə yetirdiyi vəzifələrin məzmununu əks etdirməyə xidmət eləyir. Yeni loqo kitabın, elmin və maarifin işığını təcəssüm etdirərək Milli Kitabxananın davamlı inkişafını və yenilənməyə açıq olduğunu nümayiş etdirir. Loqonun müəllifi və dizayner Elçin Aşurov da çıxışında loqoda yenilik, müasirliyi əks etdirdiklərini dilə gətirdi. Biz çalışmışıq ki, simvol qurumun fəaliyyətini tam olduğu kimi dolğun ifadə edə bilsin. Orada 8 güşəli ulduz təmsil olunubdur, ifadə olunubdur, milli dövlətçiliyimizi ifadə edir. Daha sonra kitab silueti var. Bu, bilirik ki, kitabxanaçılığın fəaliyyətində əsas fəaliyyətin dəyəri kitabdır və o öz əksini orada tapıbdır. Orada insan silueti və monitor rəqəmsallaşma ifadə olunubdur. Düşünürük ki, bu simvol bir yerdə vəhdət şəklində Milli Kitabxanamızın gələcək fəaliyyətində, onun inkişafında öz rolunu oynayacaqdır. Sonda onu da qeyd edək ki, yeni loqonun təqdimatı bu böyük irsin yeni mərhələyə qədəm qoyduğunu simvolizə edir.